Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən sertifikasiya imtahanına gedəcək müəllimlər üçün model sınaq təşkil olundu. Mən çalışacağam ki, inşallah model sınaqların izahlarını sizlər üçün çəkib təqdim edeyim. Sadəcə vaxt məhdudiyyətindən dolayı ola bilər ki, bu gün və sabah gün ərzində biraz bu gün təbii ki, bir izah təqdim edəcəm, amma sabahlarda gün ərzində müxtəlif saatlarda yenə sizə izahlar təqdim edəcəm inşallah. Biraz vaxt məhdudiyyətindən dolayı gecikmələr ola bilər. Gəlin birinci sualımızdan başlayaq. Sual 1 belədir. Burada təbii ki, 51 yazılıb, çünki 50 ixtisas olur, qalan 10 sualı metodika olur. Summativ qiymətləndirməyə aid olanı müəyyənləşdirin. Summativə aid olan şagirdin yarımillik qiymətinə təsir edir. Bəli, elə cavab budur. Bilirsiniz ki, summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdin nəticələrinə təsir edir. B-də deyir, şagirdin gündəlik idraki fəaliyyətini müşahidə edən prosesdir. Bu formativ qiymətləndirmədir. Şagirdlərin təlim inkişafını izləməyə xidmət edir. İzləyən də formativdir. İllik qiymətləndirməyə təsir etmir. Bu da elə formativdir. Formativin illik qiymətləndirməyə və ya diaqnostikinin təsiri olmur. Qiymətləndirmə meyarları mövzuya və dərs ərzində edilən tapşırıqlara əsasən hazırlanır. Burada da bir yəni summativlə əlaqəli nəsə yoxdur. Bizə deyir summativə aid olanı tapın. Cavab A variantı qalır ortada. Qiymətləndirmə meyarları ilə də bağlı isə bilirik ki, qiymətləndirmə meyarları dərsin məqsədinə uyğun hazırlanmalıdır ki, biz o məqsədə çatıb çatmadığımızı ölçə bilək. Belə, summativə aid olan cavab A variantı oldu. Gəlin keçək 52-ci sualımıza. Müəllim şagird dərsdə söhbət etdiyinə görə ona bütün sinif qarşısında irad bildirir. Bu davranış müəllimdə hansı bacarığın zəifliyindən xəbər verir? Baxın, bütün sinif qarşısında irad bildirir və bilirsiniz, bu ictimai qınaq anlamına gəlir ki, təlim prosesində atılan yanlış addımlardan biri hesab olunur. Müəllimin hansı bacarığı zəifdir? A-da deyir ki, təlim materiallarını şagirdlərin yaş xüsusiyyətlərinə uyğunlaşdırma bacarığı. Burada yaş xüsusiyyətləri ilə bağlı hər hansı bir əlaqə görə bilmirik. O baxımdan çıxırıq bu variantı. Yadda saxlayın, situasiyanın doğru cavabını tapmaq üçün verilən variantlarla göstərilən situasiyanı əlaqələndirmək lazımdır. Məntiqi bağ varmı orada, yoxsa yox? Burada yaş xüsusiyyəti ilə əlaqəli bir anlayış yoxdur. Çıxdı. B-də deyir, intizam pozuntularına qarşı sərt reaksiya göstərmə bacarığı zəifdir. Bizə deyir, hansı bacarıq zəifdir? Belə bir bacarıq varmı sərt reaksiya göstərmə bacarığı, hələ zəif də olsun? Təbii ki, yoxdur. B variantı da çıxdı sıradan. Hansı bacarıq zəifdir? Biz deyə bilmərik sərt reaksiya vermək bacarığı zəifdir. Yəni belə bir variantı doğru götürə bilmirik. C-də deyir, sinifdaxili kommunikasiya və pozitiv intizam qoruma bacarığı zəifdir. Bəli, bununla razılaşırıq biz. Kommunikativ bacarıqlar, ünsiyyət qurma bacarığı, ümumiyyətlə ünsiyyətdəki o münasibətləri tənzimləmə bacarığıdır. Pozitiv münasibət qurma bacarığıdır ki, müəllimdə də bu görünmür situasiyaya baxdığımız zaman. O baxımdan C variantı doğru cavabdır. Kommunikasiya bacarıqları da bilirsiniz, 4K bacarıqlarından hazırda 21-ci əsr bacarıqlarından biri sayılır. O zaman ona görə də cavabımız olacaq C variantı. D-də deyir, şagirdlərə qarşı obyektiv qiymətləndirmə meyarları tətbiq etmə bacarığı. İrad bildirməklə qiymətləndirmə meyarlarını biz bağlaya bilmirik. Məntiqi əlaqə yoxdur deyə götürmürük. E-də deyir, dərs zamanı texnologiyadan düzgün istifadə bacarığı. Təbii ki, bu da doğru cavab deyil. Cavab C variantı. 53-cü sualda deyir ki, qələmimizi götürək yenə. Şagird hər gün dərsə gecikir, müəllim də hər dəfə onun gecikmə səbəbini soruşur, nəticədə hər gün tədris prosesi bölünür. Bu hal sinifin idarə edilməsində hansı yanlışlığa yol verildiyindən xəbər verir. Fikir versəz, şagird hər gün gecikir, müəllim də hər dəfə səbəb soruşur. Bu əslində müəllimin proaktiv müəllim olmadığından, yəni prosedurlara sahib olmadığından xəbər verir. Çünki proseduru olan müəllim bu hərəkəti etməz. Proseduru olan müəllimin şagirdi qapı ağzında dayanıb müəllimin ondan səbəb soruşmasını gözləməz. O baxımdan burada cavab olacaq B variantı. Çünki digər variantları uyğunlaşdıra bilmirik. Məsələn, müəllim-valideyn münasibəti deyir. A-da deyir ciddi davranış problemləri var. Hanı o ciddi problem görünmür. Sadəcə prosedurlar yoxdur deyə şagird nə edəcəyini bilmir. Prosedur şagirdi müəyyən intizama salmaqdan ötürüdür ki, yoxdur. Bullying deyir, əlaqə yoxdur. Müəllim-şagird münasibətlərini deyir. Burada münasibət yox, sinifdə atılacaq addımlar düzgün təyin olunmayıb. Yəni prosedur hazırlanmayıb. Bir dənə cavab qalır burada B variantı, yəni uyğun olan cavab kimi. Gəlin keçək 54-cü suala. Tapşırıq. Hə.
Əksər müəllimlərin yanlış yazdığı sualdır bu və mən bilirəm ki, elə əksər müəllimlərimiz məhz bu təsəvvür edin ifadəsinə diqqət yetirmədən burada müəyyən bir yanlışlığa yol veribdir. Bu da təbii ki, mənim öz şəxsi görüşümdür. Öz baxışımı sizlərə deyəcəm. Bəlkə də indi siz də öz baxışınızı bölüşərsiniz. Amma bu sualda gəlin oxuyaq, sonra aydınlıq gətirək. Deyir ki, tapşırıq belədir. Təsəvvür edin, yəni canlandırın beyninizdə. Siz ekoloji problemləri araşdıran qrupun üzvüsüz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi və tərkibi ilə bağlı şikayət daxil olmuşdu. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunələr götürüb, onların tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir. Datalar toplanmalı, cədvəl şəklində təqdim edilməli və problemin həlli üçün müzakirə təşkil olunmalıdır. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Burada təbii ki, ilk növbədə biz içməli suyun dadını, iyini, tərkibini müəyyən etməyə görən kimi deyirik, hə, bu fənüstü ola bilər. Amma burada diqqətimizi yayındıran, daha doğrusu diqqətimizdən yayınan bir məqam var. Təsəvvür edin belədir. Yəni düşünün, beyninizdə canlandırın. Bu reallıqda icra olunmayıb, yəni həqiqətən də həyatda tətbiq olunmayıb. Təsəvvür edin deyir. Bu bir canlandırmadır əslində. Yəni fənüstü inteqrasiya baş tutmayıb. Fənüstü inteqrasiya öyrəndiklərimizin həyatda, yəni sinifdən kənarda icra olunmasıdır. Amma burada o icra yoxdur. Təsəvvür edin, sadəcə canlandırın deyir. Elə deyilmi? O baxımdan fənüstü götürə bilmirik. Gəldik digər məsələyə, ekoloji problemlərdən danışır. Ekoloji problemlər bilirsiniz, təbiət fənnində də öz əksini tapan məsələdir. Üstəgəl kimya fənnidir bu. Maddələr, onların tərkibi, doğrudan isə deməyi də unutmuşam. Bu izah kimyanın izahıdır. Yəni hazırda verdiyim 10 suallıq izah kimya fənninə düşmüş sualların izahıdır. Hə, burada tərkibdən danışır deyə tərkib bir tərəfdən, yəni kimya bir tərəfdən, ekoloji problemlər bir tərəfdən fənlərarası inteqrasiyanı, yəni təbiətlə kimyanın əlaqəsini görürük ki, bu fənlərarası inteqrasiyanı özündə cəmləşdirir. O baxımdan C variantı ilə razılaşırıq. Amma fənn üstünü götürməməyimizin səbəbini dedik. Təsəvvür edin deyir orada. Yəni həqiqətən həyatda reallaşdırma yoxdur. Gəlin keçək 55-ci suala. Məktəbinizin kimya laboratoriyasında yerə az miqdarda turşu dağılıb. Tökülən turşunun miqdarı təxminən 100 millik, konsentrasiyası isə 1 molyard deyirlər, molda deyirlər. Hə, budur. Sən şagird laborant kimi bu tökülməni təhlükəsiz şəkildə neytrallaşdırmaq və təmizləmək üçün plan hazırla. Burada təbii ki, kimya ixtisasını tədris edən müəllimlərimizin də müəyyən dəstəyi olur. Çünki belə deyək də, müəyyən bir düstur var ki, orada düstur icra olunmalıdır və kimya müəllimlərimiz sağ olsunlar artıq bunu elə ixtisas müəllimləri özləri vurğulayır ki, burada bir düstur var. Yəni qatılığın düsturu var və bu düsturu icra etməliyik ki, biz bunu edə bilək. O baxımdan tətbiq olacaq cavab. Amma baxın, düstur verilməyib ha burada. Şagird özü o qatlığın düsturu nədirsə, onu tapıb icra eləməlidir. Ona görə tətbiq etmə. Keçək digər tərəfə. Deməli, 56. Burada yenə eyni məsələdir. Kimya müəllimləri daha yaxşı bilir də. Yəni mənim işim metodları çatdırmadır, amma kimya müəllimi qədər mən ixtisası izah edə bilmərəm, kimya ixtisasını. Bu bəlli məsələ. Sənin laboratoriya yoldaşın X ilə işarələnmiş naməlum bir metalla təcrübə aparıb. Bu metal hidroxlor turşusu ilə reaksiyaya girmiş və nəticədə hidrogen qazı ayrılmışdı. Standart temperatur və təzyiq şəraitində toplanan hidrogen qazının həcmi 4,8 milli olmuşdu və bu zaman 0,150 qram X metalı istifadə edilmişdi. Təcrübə zamanı istifadə olunmuş metalı müəyyənləşdirin. Burada yenə kimya ixtisasını tədris edən müəllimlərimiz vurğulayır ki, reaksiya aparılacaq və o reaksiya üçün müəyyən bir düstur lazımdır ki, biz onu icra edək. Amma biz burada fikir versəz yenə düstur görmürük. Sadəcə həcm verilib, sonra metalın verilib qramı, gəlin tapaq onu. Yenə burada bir hesablama işi var. Hesab-kitab işi var deyə tətbiq olacaq. Hə, gəldik digər ixtisas müəllimlərinə. Siz narahat olmayın bu sualdan sonra. Bəzən elə olur ki, müəllim tutaq ki, kimya müəllimi deyil, fizika müəllimidir. Və gəlir kimya sualının üzərində narahatlıq yaşayır ki, ay müəllim, mən bu sualın cavabını tapa bilmədim. Baxırsan kimya sualı. Müəllim, ixtisasınız fizikadır. Kimya sualı ilə niyə başınızı ağrıdırsınız? Bu sizə düşməyəcək onsuz da. Yəni hər müəllimə öz ixtisası ilə bağlı sual düşür. İxtisası bilən müəllim də onu tapa bilir. Çünki metodları onsuz biz izah edirik. İxtisası biləndə o metodları icra edəcək.
Gəlin 57-ci sualımıza baxaq. Müəllim şagirddən soruşur. Layihənin təhvil verilməsinə az qalıb. Müşahidə edirsən ki, qrup üzvlərindən biri öhdəsinə düşən məsələni tamamlamaqda çətinlik çəkir. Lakin kömək də istəmir. Belə olan halda nə edərdin? Hansı cavab şagirdin əməkdaşlıq və problem həll etmə bacarığının yüksək olduğunu göstərir? Fikir versəz, qrup üzvlərindən biri öhdəsinə düşən məsələni tamamlamaqda çətinlik çəkir və kömək də istəmir. Nə edərdin? Müəllim deyir şagirdə. Gəlin baxaq, görək hansı doğru cavabdır. A-da deyir, ona köməyə ehtiyacı olduğunu hiss etdirmədən dəstək göstərməyə çalışardım. Cavab budur. Nə gözəl variant. Ona köməyə ehtiyacı olduğunu hiss etdirmədən dəstək göstərərdim. Ən uyğun cavabdır. Amma B-yə baxsaq deyir, gözləyərdim ki, özü kömək istəsin. Niyə görə? Yəni biz özümüz təşəbbüs göstərsək nə olar burada? Təşəbbüs göstərmək daha yaxşıdır. Yəni A variantındakı kimi. C-də deyir, müəllimə xəbər verərdim. Bu heç ümumiyyətlə axırını oxumağa ehtiyac yoxdur. Müəllimə xəbər verərdim ifadəsi artıq yanlış edir cavabı. Mən onun yerinə işi tamamlamağa çalışardım. Mən tamamlamağa çalışardım. Axı o şagird yenə qalacaq bir kənarda. Bu doğru cavab deyil. Yəni o şagird problemi həll etməkdə çətinlik çəkir. Mən ona dəstək ola bilərəm. Amma onun yerinə işi tamamlamağa artıq doğru cavab kimi baxa bilmərik. E-də deyir, öz işimi vaxtında bitirib digərlərinə qarışmazdım. Bu da egosentrik düşüncədir ki, o qədər də gərək yoxdur buna. Doğru cavab deyil, cavab qaldı A variantı. Rahat sual idi. Gəlin keçək 58-ci sualımıza. Burada biraz istəyirsiniz böyüdək, belə baxaq suala. Sinifdə plastiklər, gündəlik rahatlıq, yoxsa, gəlin belə oxuyaq. Sinifdə plastiklər, gündəlik rahatlıq, yoxsa ekoloji təhlükə mövzusunda dərs keçirsiniz. Şagirdlər qruplarla işləyərək təqdimat hazırlayırlar. Bir qrupa yaxınlaşdıqda görürsünüz ki, bir şagird bütün işləri tək yerinə yetirir, digərləri isə diqqətsiz və passivdir. Müəllim bu vəziyyətdə qrup daxili əməkdaşlığı artırmaq və bütün şagirdlərin iştirakını təmin etmək üçün hansı addım atsa daha effektiv olar. Siz burada daha effektiv yolu seçirsiniz və görürsünüz ki, bir qrupa yaxınlaşdıqda şagirdlərdən biri çalışır tək şəkildə, amma digərləri passivdir. Gəlin baxaq. A-da deyir, qrupa xəbərdarlıq edirsiniz ki, qeyri-bərabər iştirak qiymətə təsir edəcək. Bu daha effektiv yol deyil. Yəni biz şagirdi qiymətindən bir növ qorxuzmağa və ya çəkindirməyə çalışırıq ki, bu daha effektiv yol deyil əslində bu problemin həllində. B-də deyir, qrupun yanına gedərək vəzifələri özünüz bölüşdürürsünüz. Qrup vəzifələri ümumiyyətlə iş başlamamışdan əvvəl bölüşdürülür və bu hazırda doğru yanaşma deyil, baxdıqda. Çünki şagirdin biri tək yerinə yetirir, onsuz da vəzifələr əvvəlcədən bölüşdürülür və görünür ki, bölüşülmüş vəzifələr yerinə yetirilmir. C-də deyir ki, sakitcə yaxınlaşıb suallarla onları düşünməyə və iştirak etməyə təşviq edirsiniz. Bu ola bilər. Əslində burada sakitcə yaxınlaşıb onları prosesə təşviq edirsiniz ifadəsi çox yaxşıdır. Burada bir qeyri-verbal yanaşma görürük ki, biz qeyri-verbal yanaşma, qeyri-verbal reaksiya doğru bir seçimdir proses zamanı. Və müəllim də bunu edir. Onları prosesə sövq etməyə çalışır qeyri-verbal şəkildə. Yəni uca səslə, sinifdə bütün prosesi pozaraq, filan kəs dərsinə bax, filan kəs dərsi çalış, filan qrup yaxşı bax, belə bir reaksiya vermir. Aydındırmı? Sonra D-də deyir, çalışan şagirdi ayıraraq işi tək başına tamamlamasını tapşırarsınız. Bu doğru deyil ümumiyyətlə. E-də deyir, qrupu olduğu kimi buraxın, onda müəllimin fasilitatoru bacarığı hara qaldı? Hara getdi? Müəllim məqamında müdaxilə etməyi bacarmalıdır. Eyni ilə C variantındakı kimi. Gəlin keçək 59-cu suala. Sualda deyir, qələmimizi götürdük. Şagirdlər arasında artıq uzun müddətdir ki, konflikt vardır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Digər valideyn deyir ki, valideynlərdən biri, digər valideyn çıxarılsın. Üzr istəyin, şagird çıxarılsın sinifdən. Valideynlərdən biri bunu deyir. Gəlin görək, müəllim hansı addım ata bilər? Təbii ki, burada artıq mən izahlarımda həmişə deyirəm, belə bir tələb edən valideynlə fərdi söhbətə üstünlük vermək ən gözəl seçimdir. Məsələn, A-da deyir, ümumi valideyn icazası keçirək. Bu nə qədər doğrudur? Valideyn tələbidir. Valideynlərdən biri bunu tələb edir də. Yəni bunu qabartmağa, ümumi valideyn icazası keçirməyə nə ehtiyac var? O valideynlə fərdi söhbət apar. Onda empatiya hissi formalaşdır. Qarşı tərəfi anlamaq bacarığı hissi formalaşdır. B-də deyir,
Özü problem həllinə çalışmadan şagirdləri və valideynləri direktorun yanına aparmağa. Təbii ki, peşəkar yanaşma deyil bu. C-də deyir şagirdlərin problemini bütün sinif şagirdləri ilə müzakirə etmək. Bu da doğru deyil. Çünki burada valideynlə problemimiz var. Valideyn deyir şagird çıxarsın. Mən onunla aramdakı problemi həll etməliyəm. Bütün sinif şagirdləri ilə müzakirənin burada nə anlamı var? Mən valideyni razı salmalıyam. Valideynlə bir ortaq məxrəcə gəlməliyəm. Aydındırmı? D-də deyir, şagirdin sinifindən çıxarılmasını tələb edən valideynlə müəllim fərdi şəkildə danışır və onda empatiya formalaşdırır. Tamamilə doğru cavabdır. D variantı. Gəlin keçək sonuncu, yəni 60-cı sualımıza. Bu sual təbii ki, böyük sualdır. Gəlin elə belə oxuyaq. Hə. E variantını görməsəniz də olar. Qrup işi zamanı bir qrupun siz şəkli böyüdə bilirsiniz də özünüz. YouTube-un elə bir funksiyası var, yəni rahatlıqla şəkli böyüdüb baxa bilərsiniz videonun özünü. Qrup işi zamanı bir qrupun tapşırıq üzərində işlənmədiyini, əvəzində ucadan danışdıqlarını və vaxt itirdiklərini görürsünüz. Bu, digər qrupların da diqqətini yayındırır. Siz vəziyyəti effektiv şəkildə idarə etməli və pozitiv sinif mühitini qoruyub saxlamalısınız. Pozitiv mühiti qoruyub saxlamalısınız deyir. Ha. Bu situasiyada hansı fəaliyyət daha effektiv olacaq? Baxın, bir qrup şagird tapşırıq üzərində işləmir və əvəzində uca səslə danışırlar. Biz bu vəziyyəti effektiv şəkildə həll etməliyik. A-ya baxaq. Sinifin fəaliyyətini tam dayandırırsınız, səs tonunuzu qaldıraraq söhbətdən qrupa xəbərdarlıq edirsiniz. Nə qədər doğrudur? Tutaq ki, 4 qrupumuz var bizim. Bir qrup səs salır və prosesi pozur da, yəni öz aralarında danışır və boşuna vaxt itirmiş olurlar. Mən indi o bir qrupa görə 4 qrupun 4-ünün də fəaliyyətini dayandırım, hələ uca səs tonu ilə sakit qalın, belə falan. Nəyə ehtiyac var? A çıxdı sıradan. Biraz əvvəl dedim ki, qeyri-verbal reaksiya daha məntiqə uyğundur. Və bizə deyir ki, pozitiv sinif mühitini pozmadan edin bunu. Mən bütün qrupun işini saxlasam, pozuram mühiti. B-də deyir, qrupa ucadan gözlənilən davranışı xatırladın. 4 qrup 4-də işləyir. Fəaliyyət üzərində çalışır. İndi mən ucadan onu deməklə artıq yenə pozitiv mühiti pozacam. Uca səslə bunu vurğulamaqda məqsədim nədir? Bir qrup pozursa, mən o bir qrupa bunu yaxınlaşıb bildirməliyəm. Yəni yenə qeyri-verballığa üstünlük verməliyik. C-də deyir, qrupa sakitcə yaxınlaşırsınız və bu hərəkətinizdə onlara qeyri-verbal xəbərdarlıq edirsiniz. Eyni zamanda sinifin digər hissəsi ilə məşğul olmağa davam edirsiniz. Sonra nəticə deyir ki, bu şagirdlərə sinif qaydalarını xatırladır və yenidən tapşırığa cəlb olunmalarını təmin edir. Bu da təbii ki, doğru yanaşmadır. Belə baxanda qrup qaydalarını, sinif qaydalarını xatırladırıq. Yenidən tapşırığa cəlb olunmalarını təmin edirik. Çünki onlara qeyri-verbal bir xəbərdarlıq edirik, yanlarında dayanırıq. Belə, bu qədər. Görək başqa nəsə qaldı burada. Xeyr. Xeyr. Hətta burada B variantının nəticəsinə indi fikir verirəm. Müəllim ucadan gözlənilənləri vurğulamalıdır. Hələ nəticədə də yazır ki, bu şagirdlərin diqqətlərini cəmləməsinə kömək edəcək. Necə ola bilər bu? Yenə məntiqə sığmır. O baxımdan C variantı burada təbii ki, ən doğru yanaşma sayılır 60-cı sualda. D doğru deyil. D-də deyir ki, görməzliyə vurun. Yəni məhəl qoymayın, əhəmiyyət verməyin. Bu olmaz axı. Doğru deyil. E-də deyir, prosesi dayandırın. Prosesi niyə dayandıraq? Axı 3 qrup fəaliyyətindədir. 4 qrupdursa birindədir də problem. Elə deyilmi? Cavab qalır C variantı və beləcə biz izahı yekunlaşdırdıq. Əziz müəllimlər, növbəti izahlarda görüşmək ümidi ilə özünüzdən müğayət olun. Xahişim də odur ki, bu videonu maksimum şəkildə paylaşaq və bəyənək, dəyərli fikirlərimizi yazmağı unutmayaq. Sağ olun, Allah amanında qalın.